Gedib Kürdlərdən imza eləmir. Sən qələt eləyirsən. Kürdlərlə sən Urumiyə verirsən. Qulağını çəkib it qulağına döndərər bu millət. Elə deyir, hələ Azərbaycanın güneydə ağzı bağlıdır. Orada minlərcə lider, milyonlarca insan çıxacaq. Hələ hesab kitab o meydan hələ hazırlaşır. Qoy millətlər çıxsın ki, çıxacaq. Rejimin də korrupsiyondandır. Odur ki, rejim küçələri doldurub, sokakları, bütün o demək ki, körpülərin altını təvəzzə millətlərə qarşı, Azərbaycana qarşı, ona görə də düzdür, çətin olar. Çətin olar. Amma biz buradan keçməliyik. Bu sınaqdan da necə Azərbaycanın quzeyində 30 il ağızlarına gələni dedilər, ələ saldılar, təhqir elədilər. Azərbaycan dövləti hövsələ elədi. Vaxtı gələndə 23 saat içində oğladı, quşladı, xırtdəhlədi, gətirdi da burada çay içirlər. Ona görə də Azərbaycanın güneyində də bu millət 100 ilə yaxında bu dəfə tam savaşıbdır və savaşır da. Böyük milli hərəkat var. Bağımsız, istiqlalçı, layiq dünyavisi hərəkat var. Dinçi, aynən filan deyil. İsraili dənizə tökərib, biz dənizə tökərik. Heç o Fars bədbaxtı da biz dənizə tökərik. Geçsinlər, öz yerlərində otursunlar. Ondan sonra bilsinlər ki, Hurriyadan əl çəkməlidirlər. Əhməni yoxsu görmək, şah gətirmək, gəlin İranı qoruyaq. İran ufola necə? İran adlanan yer Yugoslavyadan əzizdir. Bu da hamıya azad olub. Şurəvidən, Sovetdən əzizdirmi? Hamıya azad olub və çox yerlərdə də okeanlar ortasında insanlar azaddır, bağımsızdılar. Azərbaycanın güneyində də o toxum əkilibdir. Quzeyli güneyliyə, bu güneydə də hərəkata keçəndə Azərbaycanın bağımsızlıq hərəkatı, istiqlal hərəkatı yer eləyibdir, bu gün onu zindanlara basıblar, evində dustaq eləyiblər, evinin dövrəsinə kameraları düzüb, paslarları əkiblər, amma yaxşı dönəmə biz yaxınlaşıyıq. Ay Trump gəlib savaşı, şişəlmədiyim bitirim. Ay Trump gəlib savaşı dayandıracaq. Bu Trump'ın başına bir oyunlar gətirəcək şey. Hələ səbr eləyin. Hələ 8500 yeri o vurub. 5000'ə yaxın yeri İsrail vurub. Adamlarınızın hamısını qırmayacaq. Kimsəni rahat bırakmayacaq. Çünki onların qanun tökübsünüz. Və onlara təhlükə yaradıbsınız. Evinin qapısına kimin gedibsiniz. Tel Avivə də, demə, hətta Yerizaləmiyə də, Qudusa da bomba atıbsınız. Ona görə də heç birisi salamat bırakmayacaqlar. Qalacaq sonrasına da ki, gələcəklər bizlə, Azərbaycanla gələrlər. Münasibətimiz də bəllidir, yorla hamarlanıb Azərbaycan Cumhuriyyətindən, demək ki, Azərbaycan Cumhuriyyəti dövləti açıqcasına getdi, səfirligini açdı, İslam dünyasında bir şey deyə bilmədi, kimsə də dedi, səfir rejimini açıram. İsrail gəsən də aç səfirligini də, bizə baxdı, Türkmənistan da açdı. Bizə görə hava xoş. Kimsə durub siz demişkən, ay ağam, bu boş şeylərlə, ay duvarlara kölgə salmaqla, bulutların üstündə at saptırmaqla zadına Azərbaycanın quzeyində bu mühümmatçılıq dövrü keçir. Sıraqları sönməkdədir. Başlarımızın sayı artır. Mütləq yayımızı bəyənən kanalımıza abunə olmağı unutmayın. Biz isə Əjdər bəylə müzakirəmizi qaldığımız yerdən davam etdiririk. Əjdər bəy, milli maraqlarımız nöqteyi nəzərdən hasilərə baxmalıyıq. Türk dünyasının baxışı ilə məsələləri qiymətləndirməliyik. Türkiyə olaraq, Azərbaycan olaraq Türk dünyası ilə birlikdə məsələlərə münasibətimiz, reaksiyalarımız bugünə qədər gəlməkdə davam edir. Rəsmi mövqe var, rəsmi dövlət səviyyəsində münasibət belədir ki, biz regionda müharibənin və münaqişənin böyüməsinin tərəfdarı deyilik. Bu aydın məsələdir, bu dövlət mövqe olaraq bu cür dəyərləndirilməlidir. Amma insanlarımız, cəmiyyətimiz toplum halında biz istənilən gedişata və təhdidlərə, təhlükələrə bugün hazır olmalıyıq. Ən böyük məsələ və gedişat içərisində önə çıxan mövzulardan biri Güney Azərbaycanın gələcək talihidir, ortaya çıxacaq mənzərədir və Güney Azərbaycan bu məsələlərdən hansı şəkildə, nə kimi nəticələrlə çıxmağı bacaracaq. Müxtəlif planlar var, fərqli ssenarilər yazılır, hazırlanır, təqdim olunur. Azərbaycanın, Türkiyənin reaksiyası var, ictimaiyyətimizdə gedən müzakirələr var, həm Azərbaycanın daxilində, həm dünyanın müxtəlif hissələrində yaşayan güneyli soydaşlarımız. Vahid mövqeyimiz, birliyimiz, həmrəliyimiz bu məsələlərdə necə olmalıdır? Bəzi, belə deyək, metodlarla birliyi, həmrəliyi pozmağa, bölməyə çalışan qüvvələrin də fəaliyyətini görməkdəyik. Xamneyə yas tutanlar var, İran rejimini dəstəkləməyə çalışanlar var və s. Gerçəkləri fərqli formada təqdim etməyə çalışan qüvvələri də görməkdəyik. Əslində, real baxış, gerçəkliyə münasibət bu istiqamətə necə olmalı sizcə? Məsələ buradadır ki, dövlətin gücü və dövlətlərimizin gücü o zirvədir. Yəni, məsələn deyək, misal üçün deyək ki, indi Bakıda 5-6 nəfər mən kimi yaşa dolmuş, ondan sonra biri də demək ki, 10-15 nəfər yığılır ki, Güneyə də biz dəstək verərik. Ya məsələn, demək ki, hansı bir dənə televizyonda biri çıxıb deyir, Güneylilər də mənim arxamdadır, 100.000 Güneyli də mənim dönədir. Elə deyil, elə söhbət deyil. Azərbaycan bu günləri puskudadır. Oturub, baxır, millətlər məsələsi hələ İran adlanan yerdə o qorxu ki, yaradıbdır rejim. Rejim 2 ay bundan öncə
çoxunluğunu türklər, qızlar, xanımlar, bəylər təşkil edilmiş o demək ki, ümumi hərəkatda çoxunluğunu Azərbaycanlılar da öldürülüblər. Təcavüzə məruz qalıblar. Və bu dəfə 30 ildən çoxdur ki, Azərbaycanlılar meydanda idi. Harda idi aynən Şahça balası, Qaşolçunun balası, harda idi xalq mücahidləri, hərə yığılıb demək ki, şərəşlərini götürüb çıxıb getmişdi. Azərbaycanlılar meydanda idi, yüz minlərcə. Ona görə də demək ki, Təbriz əldə idi. Qaldılar 10 gün Azərbaycanlıların əlində idi. Rəfsəncanı da Siçan deşkinə girmişdi. Xameneyi də, Əhmədinəcad da gəldi Təbrizə 10 gündən sonra. Qalmış, əlin qaldırmışdı, belə bir dənə quyruğu sallah çaqqal göstərirdi. Dedi, bu nədir göstərir? Dedi, Bozqurd o deyir, Bozqurdun özünün adı var. Bu da Əhmədinəcaddan filanıdır. Və demək ki, Təbriz həmişə ayaqda olubdur. Urumiyədə də. Böyle 8 ay bundan qabaqdır. Urumiyədə millət çıxdı. Malla da qaçdı, İmamcübə də. Oradan həm Əli Allahısı da. Ondan Kürtlər də gəlmişdilər şalvarlarını yellədə. Belə getdilər, toz oldular. Urumiyədə millət. Hələ millət sözünü deməyib. Söylədim 40 demək ki, 2 ay bundan öncə sən 40 min adamı hələ öldürübsən, 100 mində əsir alıbsan. Hələ də zorlayırsan qıda və hər gün də asırsan, öldürürsən. Və demək ki, burada kimlər orada səhv elədilər, kimə ölümü verdilər, ölümə göndərdi. Elə bu Məmmərzanın oğlu idi. Ay güc gəlir, çıxın meydana, dedin ki, bura bax görüm. Bir gün görübsən zindan, güllə nədir, əlin bir tətikdə olub, yox. Bütün gənc uşaqlar, qadınlar filan, Xameneyi də həməşə bu şeyin ustasıdır. Xameneyi həməşə deyirdi. Gedin gülləyə bağlı, mallalar belədir. Gedin bunları öldürün filan deyirdi. Hazırlıq görmüşdülər də qəşəng. O 12 gün ki, savaşdan sonra. Çünki onlardan o zaman bırınlarına dəydi. İsrail hamısını yuxuda öldürdü. Bir saat içindən. Hamısını. Və Xameneyin də Trump qutardı. Trump dedi, bura bax Seyid Əli. Sənin canını mən qutardım ha, Netanyahu öldürürdü. Niyə? Trump da dedi ki, ay Netanyahu, onu öldürmə. Bu İran adlanan yer dağılacaq, yığışdırmaq olmaz. Dağılanda nə olacaqdı? Dağılanda Azərbaycan ayaqda olacaq. Çoxunluğu da az. Demirsiniz Azərbaycan 40 milyon türk külli İran adlanan yerdə. Kim qabağını ala biləcəkdi? Onda hələ o qorxuları ki, bu 40-ın içində yaradıblar. Adamların ətin yandırıblar. Olmayıb sansında. Evin deyəndə bəzi adamlar belə, evin. Arazın o tayından bu taya atıb Bakıda qəhrəman olmağı deyir. Demək ki, İran adlanan yerdən o qruplardan, adamlardan, yalancı marksizmizdə hərəsində bir dənə qoltuğunda Quran, saqqal da buradan, keçirdilər də bir yana, deyirlər, biz də orada hansı təşkilatın başçısı yox. Bizim bir dənə Axundov var idi, o demək ki, külli şərq aləmindən gələn mültəzilərə baxardı. Sonra da parlamenda da demək ki, deyəsən ki, Heydər Əliyevin müşaviri zat da oldu. Yaxşı adamıdır, çox gözəl adamıdır, savadlı adamıdır, bilirdi. O deyirdi, mən bilmirəm, bu İran adlanan yerdən hər kəs gəlir, deyib, mən oranın lideriyəm. Nə liderisən? Hamısı demək ki, o rejimin demək ki, tövbə eləyənləri ondan boş. Elə deyil. Bir dənə adam yiyən, bir dənə uşağa rəhm eləməyən, birdən-birə bir gündə minlərcə adamı qıran bu mollacıqlar çoxdanıdır, 600 sənə idi. Bu İran adlanan yerdə Türk dövlətlərinin də və sonra da elə bu rejimlər gətirdilər özləri Məhəmməd Rizalar. Onlar pusquda yatmışlar, bir fürsət əllərinə düşsün. Amma hər zaman Fars dövlətçiliginin və vaxtıyla da İngilislərin hizmətində idilər. Casusluq da bulardır. Axıra kimi İngilislər Hindistan onların əlində idi. Orada bir dənə rəqqasa var idi. Öləndə pulu qalmışdı. Demişdi ki, mən vəsiyyət eləyəm. Mənim pulumu Kraliça Viktoriya kimə desə biləm. Viktoriya dedi ki, bala, neyləyək bu pulu bu qızın, rəqqasənin? Rəqqasə ilə təyi oynamırdı ki, başqa işlərdə görürdü. Hindistanda. Bu pulu neyləyək? Dedilər ki, nə verək ki, bəlkə aparan İraqda verəyin. Biri deyə, gəldilər də orada mallaların biri, mallaların biri oradaydı. O da gəldi, gördü, yox, bu iyili pıldı deyəsən. Dedi, mənlik gör istəmir, amma o zamandan bəri İngilislər, tarixçi, tarix oxuyanlar bilərlər. İngilislər axıra kimin o pılı mallaların arasında Tehranda da paylaydı. Hamısını da elədilər öz casusları. Hələ indi də görürsən, baxın, hələ də gördünüz Keistaymer də, ondan sonra nə deyirsiniz, çeşitli partiyalarda hələ də yine Tehranın bu rejimin havasını saxlayırlar. Aytıram. Dağıtma da filan özləri də canları təhlükədə. Deyirsən, bunlara nə olur? Deyirsən, zibili özləri yaşayıblar. Necə 100 il, 200 il, 100 il bundan qabaq.
O demək ki, Perezə nə deyirsə, Sykes-Picot götürdülər bir dənə qələmi. Böldülər orada, Bəlusu da böldülər, Ərəbi də böldülər. Vaxtında da elə onların da əli var idi Rusla. Azərbaycanı parçalamışdılar və sonra da Peşəvəri hərəkatında da demək ki, getdilər hansı oyunları çıxartdılar. Elə Rusiya sən götürdüyünü götürüb bir anda bizligidir. Türkiyəndə əsarət dövrəliyə saxlayaq. Və Azərbaycanın güneyində bir bağımsız dövlət olmasın. Hətta xudmuxtar dövlət də olmasın. Bunlar dəbələrlər. Biri də geri qafalı daş beyinlərdən artıq onlar bilirlər biz türkük. Onlar bilirlər biz türkük. Və bilirlər hansı türkdən? Dünyəvici türk, sekular türk və demək ki, cumhuriyyətçi türk. Deyərlər, nə cür cumhuriyyətçi oldu? Hardan çıxardırsınız? 100 il bundan qabaq cumhuriyyət yaratmışıq. Kimdir onun baş naziri, birinci baş naziri? Xoylidir, Xoyli. Və Güneylər də oradadır, Quzeylər də oradadır. Cumhuriyyət yox. Beləncə, hələ təmir məhdudlar zat yoxdur o zaman. Elə demək ki, ildə 300 min nəfər Güneyli burada idi. Hamısı, dədə, baba, hamısı, buradakılar orada, oradakılar burada. Ona görə də burada mallalar da o zaman, hər zaman irticanın. Bizim Azərbaycanda hələ demək ki, 2018-ci ildə, 1918-ci ildə Cumhuriyyət yaradana bilirsiniz dərdlərin biri nə idi? Bu tərəfdən gələn, Rusiya tərəfdən gələn menşeviklər, bolşeviklər, onlar nə deyirsəni, içində də demək ki, bu ermənilərin cinayətkarları. Onlardan kənar, bu tərəfdən gələn və Bakıda olan irticaçılar, mövhumatçılar, adam yiyənlər, yeri gələndə də həm Rusa casusluq eləydilər, həm Farsa. O cumhuriyyət bunlarla da savaşırdı, onlarla da əslində demək ki, başqa yerlərdə casus eləyirdi. Bu günləri, amma bunların mahiyyətində, bu mallaların mahiyyətində nədir? Fars dövlətçiliginin əsasında. Fars dövlətçiligini qorumaq, onun baxın, elə ki, dara düşürlər, İran hamısı. Gedirlər, o Sirozun bir dənə qoyunluq var orada. Şirazın yanında bir dənə qoyunluq var. Nənamənə demək daşqanır. Gedirlər orada hamısı ziyarətə. Xatəmidə, ondan sonra hamısı. Nə var ki, deyirsən, bura nədir? Deyirlər, burada Sirozun, Kuroşun məzalı. Yəni orada, bizimki orada, o ayanda öldürür və bunu. Hara buradır? Bura bir dənə qoyunluq olub. Sözüm onda yox. Hamısı İran, Xameneyi də bilirsən nə oldu? Netanyahu gəldi, vırıb dağıdandan sonra 13 gündə Xameneyi deşikdən çıxmışdı. Yine cəmaatı qəbul eləmişdi birinci gün. Qayıtdı oğlana bellədi, o İran'ı oxudu. Bə nə oldu bə? 47 ildə idin, nə İran, Xumeyni də idin, nə İran, nə milliyyətçilik, biz ümmətçiyik filanı. Bu günlərdə biz Azərbaycanlılar, Azərbaycan türləri kimsə görmək istəməsə də, bilməsə də, Azərbaycan türləri bu 100 ilin içində çalışıblar dövlət qursunlar, çalışıblar bir türlü bunlarla bir dil tapsınlar. Amma bu sonuncu bu 47 ildə Pəhləvi sülaləsinə qarşı da Azərbaycan o inqilabda iştirak edib, Təbriz inqilabdan bir il qabaq iştirak edibdir. Və bu günləri də, bu rejim də gələn gündən Azərbaycan, bilirsən nə qayırdı Xameneyi? Xumeyni Bəni Sədrə, öz prezidentinə dedi ki, get ya Təbrizi tut, ya oranı bombardıman elə. Tikrar eləmək zorundayam. Hamı bilir, buradakı savadlı adamlar çoxdur da, indi da, akademiklər filanlar. Lenin demək ki, o 11-ci Qızıl Ordu deyəkdə, o Qara Orduya, o Murdar Orduya. Şirova dedi ki, ya Bakını tut, ya yandır. Lenin, Vladimir İliç, Lenin, xalqlar atası, fəhli atası, Lenini, adam yiyən. Onun sonuncu şəkilləri bir dəfə gələndə sənə göstərə bilir Leninin. Bax, bu, deyəsən bu. Deyib başını yandır. Xumeyni də deyir ki, bəni sət, ya Təbrizi tut, Təbriz millətin əlində idi 21 günüdür. Bu inqilabdan sonra Bəni Səd özü açıq kasetləri, danışığı, Bəni Səd ya da oranı bombardıman elə. Hə? Və getdilər, Təbrizi tutdular, dar ağacını qurdular. 21 nəfəri orada elə Bismillah edam elədilər Təbrizdə. Bax, bu rejim. Və sonra orada töküldülər, cəbatı qırdılar, zorladılar, qızları da Təbrizdə qan ağıtdılar. Bax, bu rejim. Əllərinə nə gəldi elədilər. Və indiyədək də bu Təbrizdə, bu Ərdəbildə, bu Urmiyədə, bu sulh havadisdə. Əlçək, qırırlar milləti, amma bir şey eləyirlər. Sayın Heydər bəy, eşidibsiniz, Bermuda o üç bucağı var. Atlantik Okyanın o başındadır. Üstündən uçaqlar keçəndən, həm gəmi keçəndən somurur. Çoxdan ki, nağılda, bunlar var, bilirlər. Deyirlər ki, onun üstündə mıqnatisindən varsa, orası somurur. Və onun dövrəsindən keçmiyor bu qaranı. Azərbaycanın güneyini bir dənə Bermuda zadına, üç bucağına seviriblər. Hamısı, Batı dünyasından da, Sovetlərdən adın çəkməyin, burada bir millət yoxdur, filan. Niyə? Biz indi də bir parçamız bağımsız olub, deyirlər, bağımsız olanlar,
bunun kimi də güclənərlər, bunun kimi modern olarlar, bunun kimi parlament, bunun kimi dünyada ad açarlar filan olarlar və bütün Azərbaycan olarlar. Necə ki 1946-cı ildə o cinayətkar, o adam yiyən, o qanıçan Gürcü Stalin ki milyonlarca Hitlerdən çox adam öldürüb o. Və Türk dünyasını məhv eləyib bu adam. Cinayətkar. Hələ bir də biri də burasını o dəmir-dümirdən düzəndə döyüşü. Rusiya, Stalin elə filan. Nədir Stalin? Və Türk dünyasını məhv eləyiblər. Və Azərbaycanı məhv eləyiblər. Və bu günləri də bir iddədə demək ki, çıxıb deyəndə deyirsən, o zamanda 46-45-ci ildə hamısı da bilirdi. Mirzəfər Baxırov da bilirdi. Ondan sonra orada nə bilim, Dzerjinski ilə bilir. Hamı bilirdi nədir. Axırda ermənilər də çıxdı o yandan dedilər ki, və Stalin dedilər, yox, burada o tayda, bunlar neçə milyon deyib, bu tayda neçə milyon. Bunlar bir-birinə qaçılır, ikinci Türkiyə yaranar, ikinci Türk dövləti olar. Amma bunların içində nə vardı? Bir dənə də Mustafa Kemal vardı, Mustafa Kemal. Bu günləri Türkiyədə də bir də haramzad azasına laf atırlar. O mübarək Böyük Millət Məclisində. Oradakı o bünövrəsini qoyan o deyil. Mustafa Kemal'dı. Ona laf atırlar. Bilmirlər kim qurub bu dövləti. Çəkib çıxardı bu Antantın boğazından çəkib çıxardıbdı. Və Türkiyədə o qaranlığın içindən Mustafa Kemal o qurdur Rızanı. At qaşa otusu ediyor Rıza. Sonrasından dedi ki, dedilər nəzir oldu, padişah oldun, şah oldun. Dedi şahlı çıqqası tacı. Düşmüşdü sokakta küçənin ortasına, götdüm qoydum başına. Elə qoymadı. İngilislər götdüb qoydu başına. Sonra da Tula kimin ki, getdi nazistlərin quyruğuna sallandı, qulağından tutdular, apardılar Muriz adasına. Ağlaya-ağlaya. Ona amma bir dəfə söylə çıxıb o. Getdi Türkiyə. Filmləri çıxdı da bilirsiniz da. Orada demək ki, Atatürk onu yedizdirir, gəzdirir. O da Atatürk'ə baş əyir. Deyir ki, mən sənin, demək ki, nə deyirsən, komutanınam. Belə o səsi var, Türkçədə danışır. Çünki köşləri odur. Sözüm onda yox. Orada da Atatürk deyir ki, sənə belə qızıl verirəm. Orada, demək ki, sədərəklər o yüzden. O bizim balaca yeri var orada. Orada Türkiyədə, Azərbaycanda, demək ki, İran adına, Güney Azərbaycan birləşir. O balaca xətti bizə nə verir ki, Naxçıvan adına. Qızıl verir Atatürk o zaman ona. Və oranı puluna alır. Və sonradan o bir dənə balaca xətt bizə nə qədər karımıza gəlir, bir deyəcək hələ. Və demək ki, orada demək ki, sabahları belə olmasa belə olacaq. Və buna görə də bizim bu günləri, o siz bir şey soruşdunuz, yaxşı Kürtlər gəlir, silahlı gəlirlər. Haykü ilə gəlir, yalancı generallar, ondan sonra gedirik, Mahabədə gedirik, soyuqlağa gəlirlər, Qoşaçaya, soyuqlağa filana. Gedirik, hara gəlirsiniz? Gəlirlər. Və bunların da biri də arxalarına əl çalır. İsrail öz işini görür, amma deyirlər ki, burada bəlkə bir dənə Kürt dövləti yaraq, bunlara da haçandı. Hələ demək ki, Türkiyə Cumhuriyyət yarananda bunlara bir dənə Kürt dövləti, erməni dövləti filan yaradırdılar. Atatürk da hamısının axırdan çıxdı, yaralıdılar. Ona görə də gətirirlər Azərbaycanın güneyinə, deyirsən bedavadır, yiyəsizdir, sahibsizdir. Bu Azərbaycanın demək ki, ən azı 80 ildir bu dəfə gözün çıxdıya salıbsınız, adam yiyən rejimləri gətiribsiz, işğalçıları gətiribsiz. İndi də Azərbaycan təhlükədədir. Azərbaycan təhlükədə olanda bu rejim sabah Trump'ın, Netanyahun əlindən qutaranda mənim dövlətim Azərbaycanın quzeyində təhlükədədir. Onların siyasi ədəbiyyatını oxumurlar çox adamlar. Və bilirlər çox adamlar. Nə danışırlar? Deyirlər, dayan Trump. Televizyondan deyirlər, rəsmi televizyondan. Sən get, Trump'dan bunlar nə istəyir? Deyirlər, nə deysən, biz sənə Parsı cünubu, o güneydəki qazı da verərik. Xarşdakı nefti də verərik. Neçə trilyon pul da verərik. Ağzından qaçışdı fidan. Keçən dəfə istəydilər Trump'ı, hatta İstanbulda danışalar. Trump dedi, fidan dedi ki, bura bax, bu İranlar gəlib deyir ki, Trump, biz bax, belə şeylər var, trilyonlarca. Orada yatırım eləyərik, pul verərik, sən belə deyir ki, Tehran rejimi. Day rejim qalmayıb, bir də terörist əlində silah filandan qal, deşiklərdə. Adam yiyənlər və sabahda nə olacaq, onu söyləyəcəm. Deyirlər ki, Trump, sən buradan git, Netanyahu, sən git, nə deyirsən olar? Buranı bırax, İran adlanan yeri bırax bizim öhdəmizə. Qoy biz bunların başına Kərbələdəki hadisəndə pisini gətirək. Necə ki 2 ay bundan qabaq, necə ki qabaqçı illərdə 2 il qabaq. Hamısını qıraq, orada içərdəkiləri. O rejimin mahiyyətidir. 7 milyon, 8 milyon. Rejimin demək ki tərəfdarı var. 96 milyondan. Daş qafalılar, yalandan daha imam zamanı gözləyirik, nə qədər zülm artsa, nə qədər işgəncələr artsa, elə bu rejim imam zamanın gəliniz adıdır. Bir iddəsi mənfəətləri var. Hər demək ki, bir dənə inqilab keçicisi neçə min dolar oradan pul alır, pul da paylayırlar və demək ki, bəsici var.
milisiya, inqilab milisiyası, inqilab keşikçiləri var, sinə vuranlar, növhə qıranlar, baş yaranlar doludur. Nə qədər latlüt var, bunların ətrafındadır. Deyirsən, 1 milyonlu adamı silahlandırıb. Deyir, nə qədər adam öldürürsünüz, kimsə də sizdən heç soru-sual olmayacaq. Deşiklərdən çıxın, bu günləri Trump gedər, Netanyahu gedər. Orada nə salamat bir mağaza qalacaq, nə namus qoyacaq. Necə ki, bu rejim gələndə daraşdılar, cəmaatı zorlayırdılar. Gələndə Xumeyni zamanı evləri salamat qoymayacaqlar. Bir dənə daxili iç savaşa gedəcək. İç savaşda Azərbaycan dövləti. Bu İlham Əliyev 1000 dəfə deyib 50 milyon. Və dostlar demək ki, Təbrizdə görəcəksiniz. Əlacı yoxdur. Azərbaycan prezidentidir, 50 milyonun prezidentidir. Və Türkiyə Cumhuriyyəti dövləti, yönetimdə hər kəs olur olsun. Qarabağda və 100 il bundan qabaq həm Quzeyə gəldi, qulağı kəsik Güneydə, Andriyanışı quvaladı, Zilovları quvaladı, Güneyi qutardı. Sonra da fırlandı, gəldi Azərbaycanın Quzeyini qutardı. O dövlət gələcək. Hər kəs kimsə bu gün nə deyir, sabah başqa cür olacaq. Bu 90-cı ildə deyir. Aynen de orada biri rəhmətə getdi, Turqut Özal. Ay şiədilər, o bitibdi. Ay Səlim belə gəldi, ay nə bilə Yavuz elə getdi, ay İsmail belə, o da öyle bitib, millətlər də ölüdür, millətlər. Bu adı da biz keçməliyik. Bu gündə İran adlanan yerdə yeni bir renesans, yalancı dinçiliyin, yalancı mühümmatçılığın, örnək Azərbaycan. Azərbaycan prezidenti o qədər demişəm mənə buradan da, deyəndə deyir, aşıda yol taxlıdır da, nə qədər deyir ki prezident deyib sekularçılıq. Hamısından qabaq bu İlham Əliyev çıxdı dedi ki, mən Erdoğanın gözünə dedim, mən sekularçılığı davam etdirəcəyəm. Tehran rejimi bilir onun mənası nədir. Mən dünyəvi sürücü, bünövrəmiz belə qoyulubdur. Son günlərdə də yadımdadır, akademikdə də yine çıxış eləndə ki, 50 milyon və Naxçıvana da ki, o dimdiklərin uzadada dedi, şərəf sizlər, nə ilə məşğulsunuz? Nə qədər nankorsunuz siz? Nə qədər cinayətkarsınız siz? Biz sizə nə istəyik keçirək bir türlü cəhlə demək ki, sizin demək ki, fitnələrinizi demək ki, bir türlü tormuzlayaq, yenə cızığızdan çıxırsınız. Evet. Ona görə sabahları orada nə İlham Əliyev geri oturacaq, elə deyir. Nə Azərbaycana, bu millət geri oturmayacaq Azərbaycanın quzeyində. Nə qədər başlarına vursunlar, nə qədər desinləri, aynən kimsə Ramiz Mehdiyev gəldi, kimsə getdi, çevriliş, hep boş sözlərdir. Bu dövlət yapılanıbdır, bu dövlətin də parçası odur. Biz parçalanmış millət, parçalanmış ölkəyik. Kimsə də ondan qaçmayacaq, taleyimiz də birdir. Ona görə də bu günləri bizim Amerika ilə də, o alyansla da bizim münasibətlərimiz Azərbaycan prezidenti İlham Əliyev simasında çox da xoşdur. Rus da demək ki, cızığından çıxa bilməz, çəkib gedib, deyərdən bir replika atarlar. Anında da Azərbaycan Xarici İşlər Nazirliyi cavabını da verir hamısının ve otur yerində. Başına da bir dənə bəla açmışıq. Həm erməninin başını qabazlamışıq, həm də canınıza salmışıq. Biraz da demək dozasını artıq eləsək, orada da Rusumuz görməyəcəksiniz. Yığışdıracaqsınız bu zatda o bazanızda da gedəcəksiniz. Az qalır. Qoy bu demək ki, bu nə deyirsə Peterbrut yeyə, küçədə oyun oynaya. Bu Paşinyan aparsın, onda gərək Köçəryan da əlinin üstə qalacaq, Petrosyan da, ondan sonra filanlar da. Ona görə də Azərbaycanın güneyində də aynen Kürtləri gətiririk. Biri də Azərbaycanlı özlərini deyərək, İran, Sinəmini, Rusun. Bəli, biri də Azərbaycanlı deyərək, Bakıya gəlirlər, olurlar yalandan Bozqurd, gedirlər demək ki, Türkiyədə ay İran həbsini götürənlər, ya demək ki, qədim kommunistləri görəndə Leninsi olurlar, gedib Kürtlərdən imza elə bilirsən, qələt eləyibsən. Kürtlərlə sən Urumiyə verirsən, qulağını çəkib it qulağına döndərər bu millət. Elə deyir, hələ Azərbaycanın güneydə ağzı bağlıdır. Orada minlərcə lider, milyonlarca insan çıxacaq. Hələ hesab kitab o meydan hələ hazırlaşır. Qoy millətlər çıxsın ki, çıxacaq. Rejimin də qorxusu ondandır. Odur ki, rejim küçələri doldurub, sokakları, bütün o demək ki, körpülərin altını təvəzzən millətlərə qarşı, Azərbaycana qarşı, ona görə də düzdür, çətin olar. Çətin olar. Amma biz buradan keçməliyik. Bu sınaqdan da necə Azərbaycanın quzeyində 30 il ağızlarına gələni dedilər, ələ saldılar, təhqir elədilər. Azərbaycan dövləti hövsələ elədi. Vaxtı gələndə 23 saat içində oğladı, quşladı, xırtdəhlədi, gətirdi da burada çay içirlər. Ona görə də Azərbaycanın güneyində də bu millət 100 ilə yaxındır bu dəfə tam savaşıbdır və savaşır da. Böyük milli hərəkat var. Bağımsız, istiqlalçı, layiq dünyəvisi hərəkat var. Dinçi, aynən filan deyil. İsraili dənizə tökərik, biz dənizə tökərik. Heç o Fars bədbaxtı da biz dənizə tökərik. Geçsinlər, öz yerlərində otursunlar. Ondan sonra bilsinlər ki, Huryadan əl çəkməlidirlər. Əhməni yuxusu görmək, şah gətirmək, gəlin İranı qoruyaq. İran ufola necə? İran adlanan yer Yugoslavyadan əzizdir.
Bu da hamıya azad olub. Şorevidən, Sovetdən əzizdimi? Hamıya azad olub və çox yerlərdə də okeanlar ortasında insanlar azad deyə bağımsızdılar. Azərbaycanın güneyində də o toxum əkilibdir. Quzeyli güneyliyə, bu güneydə də hərəkata keçəndə Azərbaycanın bağımsızlıq hərəkatı, istiqlal hərəkatı yer eləyibdir. Bu gün onu zindanlara basıblar, evində dustaq eləyiblər. Evinin dövrəsinə kameraları düzüb, paslarları əkiblər. Amma yaxşı dönəmə biz yaxınlaşıyıq. Ay Tramp gəlib savaşı, şişəlmədiyim bitirim. Ay Tramp gəlib savaşı dayandıracaq. Bu Tramp sizin başına bir oyunlar gətirəcək ki. Hələ səbr eləyin. Hələ 8500 yeri o vurub. 5000-ə yaxın yeri İsrail vurub. Adamlarınızın hamısını qırmayacaq. Kimsəni rahat bırakmayacaq. Çünki onların qanun tökübsünüz. Və onlara təhlükə yaradıbsınız. Evinin qapısına kimi gedibsiniz. Tel Avivə də, demə, hətta Yeruzaləmə də, Qudusa da bomba atıbsınız. Ona görə də heç birinizi salamat bırakmayacaqlar. Qalacaq sonrasına da ki, gələcəklər bizlə, Azərbaycanla gələrlər. Münasibətimiz də bəllidir. Yorla hamarlanıb Azərbaycan Cumhuriyyətindən demək ki, Azərbaycan Cumhuriyyəti dövləti açıqcasına getdi, səfir rejimini açdı. İslam dünyasında bir şey deyə bilmədi kimsə də. Dedi, səfir rejimini açıram. İsrail sən də aç səfir rejimini də. Bizə baxdı, Türkmənistan da açdı. Bizə görə hava xoş. Kimsə durub siz demişkən, ay ağam, bu boş şeylərlə, ay duvarlara kölgə salmaqla, bulutların üstündə at saptırmaqla zadına Azərbaycanın quzeyində bu mühümatçılıq dövrü keçir. Çıraqları sönməkdədir. Çox sağ olun Əjdər bəy, təşəkkür edirik studiyamız olduğunuza görə və bu fikirlərinizi səsləndirdiyiniz üçün.